uşaqlar, bugün biz sizdən baxacağıq Ağqoyunlu dövlətinin yaranmasına, yəni Ağqoyunlu izahına. Başlayaq. Demək, Ağqoyunlu. Xalqımızın təşəkkülündə Ağqoyunlu tayfalarının da mühüm rolu olmuşdur. Və həmin Ağqoyunlu tayfaları yaşamışlar Dərbənd, Qarabağ, Naxçıvan, həmçinin Göyçəgölə ətrafı, Naxçıvan, Göyçəgölə ətrafı, Araz çayına, cənubdakı torpaqlarda. Demək, bu ərazilərdə yaşamışlar. Həmçinin Araz çayına, cənubdakı torpaqlarda yaşamışlar. Və bunlar, Ağqoyunlular, eyni ilə Qaraqoyunlunun izahında da dediyimiz kimi, Monqolların yürüyüşü zamanı bunlar köç eləmişlər Anadolu'nun şərq istiqamətində, yəni Şərqi Anadolu'ya köçmüşlər. Daha sonra isə bunlar Van gölünün qərbində, çünki biz bilirik ki, Qaraqoyunludan danışanda nə dedik? Dedik ki, Qaraqoyunlular Van gölü və Ərkiş ətrafında toplanmışdılar. Ağqoyunlular isə Van gölünün qərbində Pəhləvan bəy başçılığı ilə tayfa ittifaqını yaratmışlar. Demək, Pəhləvan bəy nə eləmişdi? Tayfa ittifaqını yaratmışdı. Tayfa ittifaqını. Harada? Van gölünün qərbində. Bundan sonra isə baxacağıq ki, 14-cü əsrdə, yəni Qarayolub Osman bəy. Qarayolub Osman bəy 1394-1434-cü illərdə demək, hakimiyyət dövrüdür bəylikdə. Kim? Qarayolub Osman bəy. Demək, Qarayolub Osman bəy neyini? Ağqoyunlu bəyliyini yaradır. Mərkəzi haradır? Mərkəzi Diyarbəkirdir. Diyarbəkir olan Ağqoyunlu bəyliyini, yəni feodal hakimliyini yaradır və öz adına da pul kəsdirir. Yəni, bu da düşür Van gölünün qərb istiqamətinə. Bu ikisi aydın oldu mu? Dedik, harada yaşayırdılar? Dərbənd, Qarabağ, Naxçıvan, həmçinin Göyçəgöl ətrafı və Araz çayının cənubdakı ərazilərdə yaşayırdılar. Bəli. Daha sonra Monqolların yürüyüş ərəfəsində Şərqi Anadolu'ya köçmüşdülər. Daha sonra Pəhləvan bəy tayfa ittifaqını yaratmışdır. Qarayolub Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyini, yəni feodal hakimliyini yaratmış, öz adına da pul kəsdirmişdir. Neçənci illər? 1394-1434-cü illərdə. İndi isə biz burada baxacağıq Həsən bəyin dövrünə. Demək, Həsən bəy, bu hissəni silirəm. Həsən bəy hakimiyyətə gələcək 1453-cü ildə. Birinci yazılır Həsən bəy. Çünki 1453-cü ildə qardaşı Cahangir Mirzəyə qalib gələrək bəylikdə hakimiyyəti alır ələ. 1468-ci ilə qədər bəylik dövrüdür. 1468-ci ildən 1478-ci ilə qədər isə padşah olduğu dövrüdür. Həsən padşah. Həsən bəy deyir ki, uca mənbələrdə verilən məlumata görə uca boylu, fiziki cəhətdən güclü bir şəxs olduğuna görə onu Uzun Həsəndə adlandırırlar. Demək, bu neynəmişdir? Neçənci ildə yaradacaq dövləti? 1468-də. Biz Qaraqoyunluda keçmişdik sizə. Demişdik ki, 1467-ci ildə hansı döyüş baş vermişdir? Bəli, Muş döyüşü baş vermişdir. Muş döyüşündə Qaraqoyunlu Cahanşahı məğlub edib öldürmüşdür. Bundan sonra, bir il sonra 1468-ci ildə Təbrizə daxil olmuşdu. Bu zamanda Qaraqoyunlu hökmdarı kim idi? Həsən Əli. Həsən Əlini məğlub edib, Təbrizi tutur və Qaraqoyunlu dövlətinə son qoyaraq Ağqoyunlu dövlətini yaratmışdır. Demək, Ağqoyunlu dövləti nə vaxt yarandı? 1468-ci ildə. Paytaxt hal oldu, Təbriz şəhəri olmuşdur. Bundan sonra biz baxacağıq ki, Ağqoyunlu dövlətin ərazisinə baxsaq, görərik ki, Ağqoyunlu dövləti demək, Şərqi Anadolu'dan Xorasana qədər Kür çayından da
Fars körfəzinə qədər olan ərazini əhatə eləmişdir. Yəni Azərbaycan, Şərqi Gürcüstan, ondan sonra indiki Ermənistan, həmçinin İran, İraq, bax bu əraziləri əhatə edirdi Ağqoyunlu dövləti. Bundan sonra biz baxacağıq 1468-69-cu ildə bura yürüşü olacaq Əbu Səiddir. Bəs Əbu Səid kimdir? Əbu Səid Teymuri hökmdarıdır. Əbu Səid bura yürüş eləyir və Muğanda, demək, bunlar arasında döyüş baş verir və Uzun Həsən Əbu Səidi məğlub eləmişdir. Əbu Səid orada ölmüşdür. Bəs Əbu Səidin bura yürüşünü niyə yürüş eləmişdir? Çünki Əbu Səidin yürüşünün səbəbi o idi ki, yəni burada güclü bir dövlətin yaranmasını istəmirdi. Həm də Qaraqoyunluya son qoyub yaranmışlar Ağqoyunlu dövləti. Biraz da Qaraqoyunlu dövlətinə özünün vassalı kimi baxdığı üçün məhz bu səbəbdən Əbu Səid yürüş eləmişdi. Amma çünki Cahanşah öldürülmüşdü 67-də Muş döyüşündə. Cahanşahın da Teymurdan əlaqəsi vardı. Ona görə bura yürüş eləmişdir və özü də ölmüşdü həmin döyüşdə. Və bundan sonra Teymurlərlə məğlub edəndən sonra Ağqoyunlu dövlətinin rəqibi qalır sadəcə Osmanlı. Və burada belə bir şey deyim ki, Teymurlərlə bunların münasibətlərinə biz qayıtsaq, məsələn, bayaq sildim, Qarayolub Osman bəylə demişdik ki, biz məsələn Qaraqoyunlu xatırlayır, Qaraqoyunlu keçəndə dedik ki, Qarayusif Bəyazidlə müttəfiq olur, həmçinin Cəbrayıl Sultan Əhmədlə müttəfiq olur. Hətta Qarayolub Osman bəy də öz müttəfiq olsunlar deyə ona da deyək ki, təklif göndərir. Amma Qarayolub Osman bəy bu təklifi qəbul etməmişdir. Hətta deyir ki, bu onlara qarşı, yəni Osmanlıya qarşı Əmir Teymurla yaxınlaşmışdır, Qarayolub Osman bəy. Hətta Əmir Teymur Osmanlı üzərinə yürüş eləyəndə 1402-ci ildə Ankara döyüşü baş verir. Bilirsiniz ki, burada Osmanlı məğlub olmuşdur. Bu zaman Qarayolub Osman bəy öz ərazisini genişləndirmişdir. Bəli, ərazisini daha da genişləndirmişdir. Bundan sonra yenə qayıdırıq bu hissəyə. Demək, burada biz baxacağıq nəyə? Trabzonla olan münasibətlərə. Düzdür, bu dövləti yaratdıq, burada Əbu Səid olan hazırda bunlar Həsən padşah olduğu dövrə aid, yəni Ağqoyunlu dövlətinə aiddir. Lakin Uzun Həsən deyir ki, Azərbaycanı birləşdirmək siyasəti həyata keçirmək istəyir və bu yolda ilk addım atır, Trabzon krallığı ilə müttəfiq olur. Və Trabzon krallığının qızı ilə evlənir. Trabzon krallığının qızı ilə evlənir. Həmçinin Trabzonun burada iqtisadi səbəb də var idi. Nə idi? Məhz Trabzon vasitəsilə Qaradənizə çıxış əldə edirdi Ağqoyunlular və burada Avropa ilə ticarət əlaqələri saxlaya bilirdilər. Lakin biz bilirik ki, Sultan II. Mehmet nə vaxt Konstantinopolu fəth eləmişdir? Bəli, 1453-də. Həm də 1453-də dediyi hansı hadisə baş verdi bir də? Həsən bəy, bəli, hakimiyyətə gəlmişdi bəylikdə, doğrudur. Bir də 1453-də bir hadisə var idi. O da bizə sübut elədi, Konstantinopol fəthidir. Bəli, bunu zaten dedik. Biri də var. Nəyin son oldu? 1337-də nə başlamışdı ki, 1453-də başa çatdı? Bəli, 100 illik müharibə də başa çatdığı ildir. Demək, 1453-də Sultan II. Mehmet Konstantinopolu fəth edəndən sonra bu şərqdən qərbə gedən ticarət yolları, Kiçik Asiyadan keçən ticarət yolları bu nəzarətinə keçir. Həmçinin yüksəkdə gömrük rüsumu qoyulur da bilirsiniz. İndi bu Trabzona da Bizansın son qalığı kimi baxırdı Sultan II. Mehmet. Ona görə istəyirdi ki, həmin buradakı ticarət yolunu da ələ keçirsin, Bizansı da yəni Trabzonu da tutsun. Ona görə belə olanda Uzun Həsənlə Sultan II. Mehmetin maraqları toqquşur və Sultan II. Mehmet 1461-ci ildə yürüş edir Bizans Trabzon üzərinə, Trabzon krallığı üzərinə. Bunlar arasında baş verir burada Qoyluhisar döyüşü, Qoyluhisar. Qoyluhisar adlanan yerdə döyüş baş verir. Bu döyüşdə Uzun Həsən qalib gəlir. Uzun Həsən qalib gəlir. İş orasıdır ki, Osmanlı'nın öndə olan qüvvələrinə qalib gəlir. Hələ arxası gəlir Osmanlı qoşulunu. İndi qalib gəlsə də bu neyiniyir? Burada bir siyasət işlədir. Bir də bu Uzun Həsənin dövləti idarə etməkdə, belə deyim də,
köməkçisi kim idi? Bu dövrdə yeganə diplomat qadın vardı. Uzun Həsən anası Saray Xatun və Sara Xatun idi. Sara Xatunu iki deyək ki, şərt qoyaraq göndərib məhz 2-ci Mehmedlə danışıqlara. Şərtin biri o idi ki, 2-ci Mehmed Ağqoyunlu ilə müharibə etməsin və ikincisi də o idi ki, Trabzon işğalından geri dönsün. Və anasını göndərir, bunlar 2-ci Mehmedlə Sara Xatun otururlar, yəni söhbət edirlər, hətta deyir, bir-birlərinə ana oğul deyə müraciət edirlər. Sara Xatun şərtin birini, yəni Mehmedə qəbul edir, Mehmed razılaşır, deyir, hə, Ağqoyunla müharibə etməyəcəyinə söz verir. Ancaq Trabzonun işğalı ilə bağlı şərti qəbul eləmir, deyir, yəni nə olur olsun Trabzonu tutacaq və belə də olur, 1461-ci ildə Trabzon krallığını tutur Sultan II. Mehmed. Lakin bu zaman Sara Xatun bu gəlininin varislik deyək ki, şərtini irəli sürür, çünki Trabzon krallığının qızı idi Sara Xatun gəlini və xəzinənin də bir hissəsini burada almışdı. Mehmed də buna razılaşmışdı yəni. Aha, bundan sonra biz baxacağıq nəyə? Bu Uzun Həsən nizami ordu yaradır. Həmçinin odlu silah əldə etməyə təşəbbüs göstərirdi. Bunun üçün də bir sıra Avropa dövlətləri ilə deyək ki, danışıqlar aparırdı. Həmçinin bu Avropa dövlətlərinin də marağına uyğun idi. Çünki Avropa dövlətləri məhz Osmanlıya qarşı Uzun Həsəndən istifadə etmək istəyirlər. Yəni, belə deyim ki, Ağqoyunlu dövlətindən istifadə etmək istəyirdilər. Və burada, çünki Avropa dövlətlərində narahat edən bir məqam var idi. Məhz bu ticarət yollarının üzərində qoyulan yüksək gömrük rüsumu bunlar narahat edirdi. Ona görə istəyirdilər ki, yəni Ağqoyunlu ilə Osmanlını toqquşduraraq zəiflətsinlər Osmanlını. Bu zaman danışıqlar aparır Həsən Padşah hansı Avropa dövlətləri ilə, Venesiya ilə, Polşa ilə, Macarıstanla, Neapol'la, Kipr krallığı ilə, Vatikanla və s. Bunlarla danışıqlar aparır. Hətta Venesiya ilə 1472-ci ildə müqavilə də imzalamışdılar, razılaşma deyək. Niyə? Venesiya Ağqoyunlulara odlu silah verməli idi. Yəni Osmanlıya qarşı. Və 1472-ci ildə məhz Qaraman bəyliyi istiqamətində 20 minlik qoşunla Uzun Həsən keçir oranı və Aralıq dənizinə çıxır. Bu zamanda Venesiya odlu silah gətirməlidir, mütəxəssislər göndərməlidir, heç birini eləmir. Hətta gedir Osmanlı ilə danışıqlar aparır, gizli danışıqlar aparır. 2-ci Mehmed bundan xəbər tutur, hər iki müttəfiqə ayrı-ayrılıqda məğlub edəcək. Və bunlar arasında 1472-ci ildə, bunlar dediyim kimlərdir? Osmanlı ilə Uzun Həsən arasında Beyşehir adlı yerdə döyüş baş verir, Beyşehir döyüşü. Beyşehir döyüşündə Uzun Həsən məğlub olur, Sultan II. Mehmed qalib gəlir və bunlar arasında imzalanan Qoylu-Hisar döyüşündən sonra imzalanan müqavilə ki var idi. 1461-ci ildə imzalanan müqavilə pozulur. Və bundan sonra yenidən 1473-cü ildə bunlar arasında baş verir Malatya döyüşü. Malatya döyüşündə Fərat çayının sol sahili. Malatya döyüşündə qalib gəlir Ağqoyunlu Uzun Həsən, hətta Osmanlı qoşunlarını Fəratdan sol tərəfə yəni qova bilmişdir. Amma təqib eləmir onları. Təqib eləmədiyi üçün artıq 2-ci Mehmedin qoşunları özlərini bir araya toplaya bilirlər və yenidən 11 gün sonra bunlar arasında Otluq-Veli döyüşü baş verir. Yenə eyni ildə, avqust ayında. Otluq-Veli döyüşündə isə Osmanlılar qalib gəlmişdir. Osmanlılar qalib gəlir, amma deyir ki, bu döyüş o Yeniçərilər hesabına, odlu silah hesabına qalib gəlirlər Osmanlılar. Amma böyük itki verir hər iki tərəf. Həmçinin Sultan II. Mehmed artıq yəni necə deyim, fikrini yönəldir Avropaya tərəf, Avropa dövlətlərinə, Venesiya tərəf və artıq Azərbaycanı tutmaq planı iflas oluyor Sultan II. Mehmedin. Və bu
Ağqoyunlu Osmanlı müharibələrdə təbii ki, Ağqoyunlu dövlətinin zəifləməsinə gətirib çıxardı. İndi bir dənə burada ümumiləşdirəcəm uşaqlar. Sizin üçün də yadda qalan olsun. Dedik ki, Osmanlı Ağqoyunlu müharibələri 1461-də olduğu hansı döyüş? Qoylu-Hisar. Qoylu-Hisar. 1472'de olduğu Beyşehir döyüşü, 1473'te olduğu Malatya, 1473'te olduğu Otlubeli döyüşü. Bakın bu döyüşlerde ikisinde Osmanlı galip gelir, ikisinde Ağqoyunlu galip gelir. Karıştırmayak diye hansı döyüşlerde A hərfi varsa bilin ki, Ağqoyunlu qalib gəlir. Hansında A hərfi yoxdursa, o döyüşlərdə Osmanlı qalib gəlir. Aydın oldu mu? Yəqin ki, yaddan çıxmaz, qarışdırmaz. Ay, sağ ol. Bundan sonra biz baxacağıq. Bu Uzun Həsən deyək ki, 1475-ci ildə Moskva knyazlığı neyləmişdi? Uzun Həsənə qiymətli hədiyyələrdən elçi göndərmişdi. Məqsədi var idi. Nə idi məqsədi? Məqsədi o idi ki, Qızıl Orduya qarşı Ağqoyunlu ilə ittifaq bağlasın. Lakin Qızıl Ordu Moskva knyazlığından əvvəl tərpənərək, cəhd tərpənərək elə belə deyim ki, Uzun Həsənlə ittifaqı bağlamışdı. Həmçinin cənub sərhədlərinin pozulmaması haqqında Uzun Həsəndən təminat da almışdı. Ona görə də Moskva knyazlığının bu cəhdi uğursuzluqla nəticələdi. Sonra Uzun Həsən 1477-ci ildə Şərqi Gürcüstana yürüş eləmişdi və burada 6-cı Bağratla müqavilə imzalamışdı və 6-cı Bağratla imzalanan müqavilə şərtinə görə Şərqi Gürcüstan Tiflis də daxil olmaqla Ağqoyunlu dövlətinin tərkibinə keçmişdir. Bundan sonra biz baxacağıq, Ağqoyunlu dövlətinin zamanında Şirvanşahlarla münasibətlər qaydasındaydı. Qaraqoyunludan fərqli olaraq Ağqoyunlular Şirvanşahlarla müharibə aparmamışdılar. Yəni normal münasibətlər vardı. Hətta Uzun Həsəndən sonra hakimiyyətə gələn Sultan Yaqub qohumda olmuşdu. Şirvanşahın qızı ilə də evlənmişdi. Sonra biz baxacağıq Səfəvilərlə Uzun Həsənin dövründəki münasibətə. Bu dövrdə bilirik ki, Uzun Həsən dini pərakəndəliyin qarşısını almaq üçün Səfəvi Şeyx Cüneydlə öz bacısını ərə vermişdi. Şeyx Heydərə isə öz qızını ərə vermişdi. Yəni Uzun Həsənin dövründə Səfəvilərlə də münasibətlər yaxşı idi. Yəni Ərdəbil şeyxlərində də normal münasibətləri var idi bunlar. Bundan sonra 1478-ci ildə Uzun Həsən ölür. Uzun Həsən öləndən sonra hakimiyyətə gəlir onun oğlu Sultan Yaqub. Sultan Yaqubun dövrünü biz durğunluq dövrü kimi deyirik. Sultan Yaqub 1478-dən 1490-cı ilə qədər 12 il hakimiyyətdə olmuşdur. Durğunluq, sabitlik dövrüdür bu dövrü. Şirvanşahlarla daha da dedik ki, qohum olmuşdur. Şirvanşahın qızı ilə evlənmişdir. Həmçinin Sultan Yaqub Osmanlılarla da normal münasibət saxlamışdır, normal qonşuluq münasibətləri olmuşdur. Lakin Səfəvilərlə Ərdəbil şeyxlərlə münasibətlər pozulmuşdur. Və Sultan Yaqubla Şirvanşah ittifaqa girərək, deməli 1488-ci ildə Ərdəbil hakimliyini daha geniş danışacaq bu haqda. 1488-ci ildə Şah Dağ döyüşündə Şeyx Heydəri öldürmüşdür. Yəni bunların münasibətləri pozulmuşdur. Bir də onu deyim ki, kitabda nəzəriyyə hissəsində yoxdur, lakin xəritədə Sultan Yaqubun 1485-89-cu illərdə Şərqi Gürcüstana yürüşü də var. İşte birdən hansısa testdə qarşınıza çıxsa bilin ki, yəni Sultan Yaqub da Şərqi Gürcüstana yürüyüş etmişdir. Bundan sonra biz baxacağıq nəyə? Sultan Yaqubdan sonra Ağqoyunlu dövlətində 90-cı illərdə hakimiyyət uğrunda mübarizə dövrüdür. Və hakimiyyətə gələcək kim? Baysunqur. Baysunqur gəlir hakimiyyətə 1490
tərəfindən? Rüstəm tərəfindən, bəli. Rüstəm tərəfindən hansı döyüşdə? 1492-ci ildə deyir ki, Bərdə döyüşündə məğlub olunur və taxtdan salınır, Rüstəm özü gəlir hakimiyyətə. Bundan sonra Rüstəm neynir? Hakimiyyəti gücləndirmək üçün bir sıra işlər görür, hətta feodal əyanlarına soyurqal torpaqları paylamışdı. Xidmət müqabilində Qaraqoyunlu dövlətindən başlayaraq soyurqal torpaqları paylanırdı. Və Rüstəm də ən çox soyurqal paylayan Ağqoyunlu dövlətində Rüstəm olmuşdu. Lakin soyurqalı alan əmirlər bir müddətdən sonra mərkəzi hakimiyyətə tabe olmamağa başlamışlar. Çünki soyurqal irsi xarakter daşıyırdı, vergi toxunulmazlığı var idi və məhz bu soyurqala görə nə Qaraqoyunlu dövləti, nə də Ağqoyunlu dövləti mərkəzləşmiş dövlət ola bilməmişdi. Bundan sonra Rüstəm 1496-cı ildə hansı döyüşlə? Bəli, Naxçıvan yaxınlığındakı döyüşlə taxtdan salınır və hakimiyyətə gəlir kim? Gödək Əhməd. Bu Gödək Əhməd olsa da əslində soykök cəhətdən böyük adamdır. Niyə? Çünki Gödək Əhməd, yazaq bura 1497-də gəlir hakimiyyətə, az qalır, bir il yəni tam olmur. Gödək Əhməd bilirsiniz kimdir? Uzun Həsənin oğlu var idi, Uğurlu Məhəmməd. Həmin Uğurlu Məhəmməd 1474-cü ildə hakimiyyətə qarşı üsyan qaldırır, atasına qarşı üsyan qaldırır və Osmanlı Sultanı II. Mehmetə sığınır. Və gedir Osmanlıya, Osmanlı Sultanı II. Mehmetin qızı ilə evlənir. Bu izdivacdan da Gödək Əhməd doğulur. Yəni Gödək olsa da II. Mehmet də Osmanlı Sultanı idi, Uzun Həsən də yəni Ağqoyunlu Sultanı, iki hökümdarın nəvəsidir. Bu neyinir? Bu islahatlar keçirmək, vergi islahatı keçirməyə cəhd edir. Ondan sonra şəriətdə olmayan 20-yə qədər vergini ləğv eləmək istəyir. Soyurqal torpaqların paylanmasını məhdudlaşdırmaq istəyir. Lakin bu narazılıqlara səbəb olur və bunu 1497-ci ildə taxtdan salırlar. Bundan sonra Əlbəd Mirzə, bir tərəfdən də Murad Mirzə bunun əmsi olur. Və beləliklə də hər ikisi demək hakimiyyətə gəlmək üstün mübarizə gedir və 1500-cü ildə uşaqlar Əbhər sadişi imzalanır. Əbhər sadişinə görə Ağqoyunlu dövləti iki hissəyə parçalanır. Bir hissəsi Əlbəd Mirzəyə düşür, bir hissəsi Murad Mirzəyə düşür. Əsasən Azərbaycan, Şərqi Anadolu, bu Qızılüzən çayı ətrafı deyək, bu ərazilər düşür Əlbəd Mirzəyə. İran, İraq, Kirman, bu ərazilər isə Murad Mirzənin hakimiyyəti altında olacaq. Və Ağqoyunlu dövləti nə vaxt? 1501-ci ildə birinci qoluna Səfəvi şeyxi İsmail son qoyur, Şərq döyüşü ilə Əlbəd Mirzənin hakimiyyətinə son qoyur, birinci qolu sübut edir. Və 1503-cü ildə isə bu zaman artıq Şah İsmail idi. Murad Mirzənin qoşununa deyək ki, qalib gəlir, Almabulağı adlı yerdə Murad Mirzəni məğlub edir və bununla da 1503-cü ildə tamamilə Ağqoyunlu dövləti sübuta uğrayır. 1468-də yaranmışdır, 1501-də birinci qolu, 1503-də isə ikinci qolu sübuta uğrayır. Uşaqlar aydın oldu? Qaranlıq qalan bir şey yoxdur? Aha, tamam.